Şəxsi sahə olan sosial işlər nəzəriyyələrin rolu nədir? Müraciət etmiş problemli insana sosial iş nəzəriyyələri necə kömək edir? Nəzəriyyələr sosial işçini digər yardım edən şəxslərdən necə fərqləndirir? Salam, adım Həbibdir, mən sosial işçiyəm. Sosial işə giriş mövzularının 4-cü dərsində sizlə görüşürük. Bugün sosial iş nəzəriyyələri haqqında danışacağıq. Ümumiyyətlə, nəzəriyyə dedikdə, müəyyən bir sahədəki hadisələrin səbəb-nəticə əlaqəsini izah edən və təcrübədən keçirilib sübut olunmuş və ümumiləşdirilmiş sistemli biliklər nəzərdə tutulur. Sadə dillə desək, mütəxəssislərin sahədəki gördüyü işlərin arxasında dayanan sistemli düşüncə tərzidir, yəni bir xəritədir. Məsələn, sosial elmlər və psixologiyada geniş istifadə olunan Martin Seligmanın öyrənilmiş çarəsizlik nəzəriyyəsi. Təcrübə üçün qutunun içinə böcəklər yığılır və qutunun ağzı şəffaf şüşə ilə örtülür. Böcəklər çoxlu cəhdlər etsələr də qutudan çıxa bilmirlər, hər dəfə həmin maneə ilə, şüşə maneə ilə üzləşirlər və geri qayıdırlar. Sonda cəhd etməkdən yorulurlar və qutunun ağzındakı şüşə qapaq götürülsə belə heç bir cəhd göstərmirlər və öz vəziyyətlərindən barışırlar. Bu təcrübələr sistemləşdirilib, nəzəriyyə halına salınıb və elmə daxil olunmuşdur. Hazırda sosial elmlər və psixologiya mütəxəssislərinin ümidsizlik, məyusluq və öz vəziyyəti ilə barışmaq hisslərinin izah olunmasında, başa düşülməsində bu nəzəriyyənin çox böyük rolu vardır. Eyni ilə sosial işdə istifadə etdiyimiz nəzəriyyələr də bu və ya digər formada müraciətlərin problemlərini anlamaq, düzgün qiymətləndirmək və onlara müdaxilə edə bilmək imkanını bizə verir. Sosial iş nəzəriyyələrini kateqoriyalara ayırsaq, əvvəlcə müraciətçiyə yanaşma və münasibəti müəyyən edən nəzəriyyələrdən misallar çəkə bilərik. Burada ilkin olaraq adı Carl Rogers-ə bağlı olan humanist nəzəriyyədən danışa bilərik. Bu yanaşmaya görə müraciət etmiş hər bir şəxsə şəxsiyyət yönümlü və şərtsiz qəbul etmə yanaşması ilə baxmaq lazımdır. Yəni, müraciət etmiş şəxs problemli bir insan kimi yox, müstəqil və unikal bir fərd kimi götürülməlidir. Həmçinin hər hansı bir sosial normanı pozmuşdursa belə, onu buna görə damğalamaq və ittiham etmək düzgün deyil. İkinci, gücləndirmə adlanan yanaşma, müraciət etmiş şəxslərə yazıq və kömək diləyən bir şəxs kimi yox, öz potensialı olan və onu reallaşdırmaq imkanı olan, öz həyatında müəyyən dəyişikliklər yaratmağa qadir olan insan kimi yanaşmağı önə sürür. Sosial işçini isə bu prosesdə hər şeyi öz öhdəsinə götürən xilaskar kimi yox, professional bir tərəfdaş kimi görməyi tövsiyə edir. Hər bir şəxsin reallığı anlama və yaşama tərzinin fərqli olduğunu bildirən konstruktiv yanaşma isə sosial işçiyə müraciət edən şəxsin pəncərəsindən problemə və məsələlərə baxmağı məsləhət görür. Burada sosial işçinin müraciətçinin danışdıqlarına bu xırda problemdir deyib keçişdirməsi düzgün hesab olunmur. İkinci kateqoriyada qiymətləndirmə mərhələsində sosial işçiyə kömək olan nəzəriyyələrdən misal çəkəcəyik. Bunlardan yəqin ki, ən əhəmiyyətlisi sistem nəzəriyyəsi olardı. Sistem nəzəriyyəsi müraciətçini təkcə fərd olaraq yox, ailə, iş, məktəb və cəmiyyət kontekstində qiymətləndirməyi təklif edir. Növbəti nəzəriyyə Sigmund Freudin psixoanalizidir ki, bunu bir cümlə ilə ifadə etsək, sosial işçi icebergin görünməyən tərəfini görməlidir. Yəni, şəxsin problemini qiymətləndirərkən onun keçmiş travmalarını, uşaqlıq xatirələrini və şuuraltı prosesləri mütləq qiymətləndirməlidir. Növbəti nəzəriyyə sahibi Erik Erikson insan ömrünü 8 mərhələyə bölürdü və hər mərhələdə xüsusi bir böhran vəziyyətinin olduğunu qeyd edirdi. Sosial işçi şəxslə işləyən zaman bu mərhələdəki böhranı bilməli və qiymətləndirmə prosesində bunu mütləq nəzərə almalıdır. Sonuncu kateqoriyada insan həyatına müdaxilə və dəyişikliklərin yaradılmasına bağlı olan nəzəriyyələrlə danışacağıq. Bunların içində ən məşhuru psixologiyada da geniş istifadə olunan kognitiv behavioral nəzəriyyədir. Bu nəzəriyyəyə görə hər bir insanın davranışları dəyişdirilə bilər və ona yeni davranışlar öyrədilə bilər. Bu nəzəriyyə problemli olan insanın düşüncə qəliblərini tapıb onları daha sağlam olanlarla əvəz etmək və yeni düşüncə vərdişləri yaratmağa fokuslanır. Kognitiv behavioral nəzəriyyəyə yaxın olan sosial öyrənmə nəzəriyyəsi isə ətraf mühiti müşahidə edərək öyrənməkdən söz açır. Burada təqlid yolu ilə öyrənmək və cəza mükafat sisteminin
davranışların dəyişdirilməsində önəmindən söhbət açılır. Haqqında danışacağımız sonuncu nəzəriyyə böhrana müdaxilə nəzəriyyəsi isə müraciət etmiş şəxsin probleminə qısa müddətdə həll yolu tapmaq və operativ şəkildə dəstək göstərməyi təklif edir. Bu nəzəriyyə uzunmüddətli psixoanaliz proseslərinə yox, dərhal təhlükəsiz mühit yaratmağa və nəzarəti bərpa etməyə fokuslanır. Qısa şəkildə əsas sosial iş nəzəriyyələrindən bəzilərinə nəzər saldıq. Sosial işçilər müdaxilə zamanı bu nəzəriyyələrdən bir və yaxud da bir neçəsini istifadə edə bilərlər. Ancaq unutmaq olmaz ki, bir nəzəriyyəyə aludə olub bütün problemlərə eyni gözlə baxmaq olmaz. Ümumilikdə isə sosial iş nəzəriyyələri köməyə ehtiyacı olan şəxsin problemlərini anlamaq, düzgün qiymətləndirmək və effektiv müdaxilə etmək üçün bir alətdir. Bu qədər, növbəti videoya görüşənədək.